Saralmış yarpaqlar, çürüməkdə olan meyvələr, bəzi bölgələrdə gilas ağacları bu şəkildə məhv olur. Məhsuldarlıq aşağı düşür. Belə bir budağın üstündə 10-15 meyvə əvəzinə cəmi 2 dəfə 2-3 meyvə əmələ gəlib. Bunun səbəbi ancaq yağışın çox yağmasıdır. Bir də yağış imkan vermədiyi dərman vuraq. Burada tamamilə məhsul yoxdur. Bu budaqda bu yetişən meyvədir, yetişəcək. Amma bunun yanındakı bu saralan, bu töküləcək. Burada tamamilə meyvələr, çiçəklər quruyub. Bu çiçəklər görünən meyvəni də görürsünüz. Burada meyvə var. Amma lakin bu meyvə yetişməyəcək. Yağış, soyuq imkan vermədi. Bir il bax belə oldu. Hamısı bax belə töküldü, getdi. Məhsula yoxdur bu ağacın başında. Məhsula qalmayıb. Gilas sistini sevir. Meyvəyə ziyan vurur, ağaca da ziyan vurur. Dərmanlar qalxıb od qiymətinə dərman alıb vurursan hamısı xərcli gedir. Mayalanmır, belə olur. Fikir ver, belə də olur. Böyründə balacası da bitişikli olur. Mayalanmır, soyuq qoymur mayalanmağa, yağış qoymur, o da xarab olur, gedir. Ötən il gənə yaxşı idi. Ümumiyyətlə götürəndə bu il meyvəçilik üçün, meyvəçiliklə məşğul olan təsərrüfatlar üçün çox uğursuz il saymaq olar. Ən azı 15-20 gün arasında ləngiməmiz var. Ləngimənin əsas səbəbi mart-aprel aylarında çiçək fazasında yağıntının miqdarının intensiv və çox olması. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişiklikləri və qeyri-sabit hava şəraiti son illər kənd təsərrüfatında riskləri artırır. Hava şəraitinin bu cür davam etməsi gələcək mövsümlərdə də məhsuldarlığa təsir göstərə bilər. Hazırda bağ sahiblərinin əsas narahatlığı həm itkilərin artması, həm də əldə edilən gəlirin çəkilən xərcləri qarşılamamasıdır.